Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi təltif edilib. Onlardan biri də 33 ilini təhsil sahəsinə həsr edən Nailə Məmmədovadır. Hər bir müəllim üçün ən böyük hədiyyə ona dəyər verməkdir. İlk növbədə şagirdlərin dəyər verməsidir. Çünki müəllim kimi üçün işləyir, şagirdlər üçün işləyir. Və şagirdlər dəyər verəndə insan başa düşür ki, müəllim başa düşür ki, onun işinin bəhrəsi var. Hər bir qiymətləndirmə insanı xoşbəxt edir. Yəqin ki, mən də bu gün xoşbəxt özümü hiss edirəm. Cəmiyyətin aparıcı qüvvəsi müəllimlərdir. Müəllim təkcə dərs demir, həm də gələcəyin təməlini qoyur. Bugün təqdim olunan təltiflər təsadüfi deyil. Onlar illərlə çəkilən zəhmətin, fədakarlığın və peşəyə sədaqətin nəticəsidir. Bu sözləri keçirilən tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib. 16 nəfərə, 16 təhsil işçimizə qabaqcıl təhsil işçisi döyüş nişanı təqdim olunmuşdu. 30 nəfərə fəxri fərman, Elmi Təhsil Nazirliyinin fəxri fərmanı təqdim olunmuşdu və 100 nəfər digər təhsil işçilərinə bizim Bakı şəhər Təhsil İdarəsinin təşəkkürnaməsi təqdim olunmuşdu. Arzulayırıq ki, onlar öz şagirdlərin nəticələri ilə fəxr eləsinlər, bir-biri ilə əməkdaşlıq etsinlər və daim yeni uğurlar, yeni nailiyyətlər bizim təhsil sistemimiz üçün, həm Bakının, həm ölkənin təhsil sistemi üçün gətirsinlər. Əlbəttə ki, 5 oktyabr sıradan bir gün deyil, beynəlxalq müəllimlər günüdür. İlk öncə biz də bu təbriklərə qoşuluruq, bütün dəyərli ziyalılarımızı, pedaqoqlarımızı təbrik edirik və düşünürük ki, bu təltif bizim üçün ən böyük hədiyyədir, əvəzsiz bir hədiyyədir. Bizdən sonra gələn gəncləri yetişdirmək, onları gələcəyə hazırlamaq, əsl vətənpərvər yetişdirmək bir müəllimin ən böyük nemətidir. Ən çox da şagirdlərimə təşəkkür edirəm, çünki mənim bugün bu yerdə olmağımda əsas səbəbkar onların sevgiləridir, onların mənə olan münasibətidir və bir müəllimi müəllim eləyən əslində onun şagirdləridir. Əlbəttə ki, şagirdin sevgisi, şagirdlərin sevgisi, onlar haqqında deyilmiş gözəl cümlələr və sözlər. Ən böyük hədiyyə budur. Sadəcə düşünürəm ki, müəllimin ən böyük mükafatı onun şagirdlərinin uğurudur. Bugün mənə göstərilən bu etimad, mən elə bilirəm ki, böyük məsuliyyət verildi mənə və gələcəyə doğru daha və yüksək müvəffəqiyyətlər göstərmək üçün bir yol idi. Müəllim humanist olmalıdır hər bir şeydən, qayğılı olmalıdır. Yəni, tək şagirdlərinə yox, əhatədə olduğu hər bir kəsdən qayğı ilə, humanizmlə yanaşmalıdır. Bir məktəbin divarları arasında illərin izi qalır. O izlərin müəllifi isə müəllimlərdir. Bugün təqdim olunan təltiflər də onların cəmiyyət üçün nə qədər dəyərli olduğunu bir daha göstərir.